Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala bu ayda ettiğiniz ibadetleri kabul eylesin. Allah hamınızdan razı olsun inşallah. Bugün yani dediğim gibi bu söhbəti de edip ondan sonra gelen söhbətimdə Kərbəla hadisəsinin ikinci bölmesine başlayacağım. İleride demişəm tekrar olmasın, yani ikinci bölümə bilirsiniz de əsirlərin əsir aparılması. Yani Cenab-ı Zeynəbin burada xüsusən qəhrəmanlığından, əsirlərin əvvəl Kufəyə, sonra Şam'a, Allah lənət eləsin, Yezid Pəlidin hüzuruna aparılması və sonra da əsirlərin buraxılmasından söhbət olunacaq Allahın izniyle. İndi isə söhbətə başlayıram. Söhbətimizin adı, yani tarixdə özünü kənara çəkənlər. Xutbənin bu üç bölməsi həm tarixi, fəlsəfi baxımından, həm də ictimaiyyət baxımından öyrəniləsi dərslərə malikdir. Xutbə yarım əsr müddətində müsəlman cəmiyyətinin İslamın çiçəklənmə dövründə zalimlərin hakimiyyətə gəlməsinin, Əhl-i Beytin səhnədən kənarlaşdırılmasının və Muaviyə İbni Əbu Süfyanın müsəlmanların müqəddəratını ələ almasının səbəblərini üç müxtəlif nöqteyi nəzərdən araşdırmış və sözün əsl mənasında həqiqətən Allah heç bir qovmun əhvalını, vəziyyətini dəyişməz, məgər o qovm özləri öz vəziyyətini dəyişə. Yəni insan özü hərəkət eləməlidir, özü çalışmalıdır. Kimsə gəlib onun işini görməyəcək. Ayəsini çox gözəl, ürəyə yatımlı tərzdə nümunə və misallar təqdim edərək təfsir etmişdir. Bundan əlavə xutbə Hüseyn İbni Əli əleyhissalamın daxili dərdinin və dərin ağrılı hisslərinin aynasıdır. Xutbə bütün dövrün müsəlmanları üçün, ümumiyyətlə alimlər və xüsusi ruhanilər üçün bir xəbərdarlıqdır. Necə ki Peyğəmbər salavatullah Qədirxumda orada deyərdi ki, mənim sözlərimi gələcək nəsillərə ötürün. Eyni ilə İmam Hüseyin əleyhissalam da Minada etdiyi xütbələri dalbadal orada təkrarlayıb deyirdi ki, mənim sözlərimi gələcək nəsillərə xəbər verin. Hüseyin İbni Əli əleyhissalamın xütbənin üçüncü bölməsində o tarixi və mühüm məclisdə hazır olan bir dəstə müsəlmana, Peyğəmbər sahabələrinə, dostlarına və onların övladlarına müraciət etdi. O məclisdə olanlar cəmiyyətin baş bilənləri və dini, ictimai şəxsiyyətə malik adamlar idilər. Onlar cəmiyyəti hərəkətə gətirməkdə mühüm rol oynaya bilən sözləri, əməlləri, hərəkətləri və sakit qalmaları millətin hər bir fərdi üçün nümunə olan şəxslər idilər. Yəni, onlar qabaqcıl insanlar idilər. Onlar edə bilərdilər ki, yəni İmam Hüseyin əleyhissalamın dediklərini etsinlər, amma ki, etmədilər. Onlar gərək öz mövqelərini tanısınlar, həqiqi dəyərlərini bilsinlər və cəmiyyətin səadəti, məzlumların nicatı haqqında düşünsünlər. Lakin onlar rifah, tələblik, çətinlikdən, zəhmətdən qaçmağın, yaşamağa maddi ləzzətlərə olan eşqin və bəzən pozitivləşmə nəticəsində öz həqiqətlərini, mənliklərini itirmiş, uşaq düşüncəli məqsədlərinə
yəni yer üzündə əbədi qalmaq arzularına çatmaq üçün öz həssas vəzifələrini unutmuş, yəni unutdular da Allahın əmr və nəhyilərini, onların istəklərini təmin edən tərzdə təfsir və şərh etmiş və əyri yolda öz hərəkətlərinə davam etmişlər. Onlar haqq tərəfdarları və fəzilət mühafizəçisi kimi cəmiyyətdə əzəmət və şövkət sahibi olmuşlar. Cəmiyyətin istər güclü, istərsə zəif olan bütün üzvlərinin qəlbində xüsusi hörmət və ehtirama malik insanlar idilər. Yəni onların sözləri eşidilərdi. Ancaq İslam cəmiyyətinin onlardan umduqlarını həyata onlar keçirmədilər. Dini və Qur'anı qorumadılar. Bu yolda nə mal dövlətlərinə ziyan dəyməsinə dözdülər, nə də məhrumiyyəti, işgəncəni və zindanı qəbul etdilər. Bütün müqəddəslərə istehza edib məsxərəyə qoyan qohum, əqraba və tanışlarına qarşı mübarizə, dava elan etmədilər. Din hamilərinə, İslam yolunda işgəncəyə məruz qalanlara və Qur'an yolunda sürgün olunanlara qiymət vermədilər. İslamın və Qur'anın ehtiramının aradan getdiyini görüb fəryad etmədilər. Bunlar azmış kimi əməldə İslam düşmənləri ilə sazişlər imzalayıb onlarla dostluq etdilər. Nəticədə zalimların hakimiyyəti və məzlumların hüquqlarının tapdalanması üçün yolu onlara hamarladılar. Lakin əgər diqqətli olsa idilər, görərdilər ki, bu gedişlə özləri üçün ən böyük müsibətə imkan yaratmış, öz bədbəxtliklərinin və alçaqlanmalarının əsasını qoymuşdular. Elə bil ki, özlərinə sanki quyu qazdılar. Çünki əgər onlar haqqın çevrəsindən dağılışmasa idilər, imamət yolunda, nübüvvət fərmanında fikir ayrılığı yaratmasa idilər, Allah yolunda zəhmətə, məşəqqətlərə və müvəqqəti məhrumiyyətlərə döstə idilər. Haqq uğrunda ölməkdən qaçmasaydılar, bir neçə günlük yaşayışa vurğun olmasaydılar, İslamın qüdrəti və hökmləri icra etmək qüvvəsi onların əllərində olardı. İlahi həd və cəzalar onların əli ilə icra olunardı, Muaviyyənin yox. Məzlumlar haqqı tapdalanmışlar, onların vasitəsi ilə nicat tapardılar. Cəmiyyətdəki məhrumiyyətlər ağ-günə çıxardılar. Zalimlar darmadağın olunardılar. Lakin indi onların süslüyü səhnəni dəyişdirmişdir. Onların İslamdan ayrılmaları onları zəiflətmiş, alçatmış, icra qüdrətini düşmənlərə nəsib etmişdir. Onlar da məzlumlarla ürəkləri necə istəyirsə elə rəftar edirlər. Bədbəxtlik axtaran ruhları nə tələb edirsə, cəmiyyəti oraya sövq edirlər. Allahın göstərişlərini təhqir, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat tərzinə, hədislərinə hörmətsizlik edirlər. Körlər, əlsiz, ayaqsızlar, yoxsullar və məhrumlar azacıq insanlı hüququna belə malik deyildilər. Hər yanda bir zalim hakim idi və hər məntəqədə lovğa bir şəxs əmir idi. İslamı əzmək, müsəlmanların şövkətini, cəlalını məhv etmək üçün ixtiyarlarında olan bütün təbliğat vasitələrindən istifadə edirdilər. Dinin həqiqətlərini təhrif edir, İslam qanunlarının altını üstünə çevirir. Cəza qanunlarını, hüquq pozuntusu, qisası, cinayət, hədləri, qəddarlıq kimi təqdim edirlər. Peyğəmbər sallallahu aleyhi və səlləmin əmir-əl-müminin əleyhissalamın sevimli övladı və Fatimi Zəhra salamullah aleyhanın ciyər parası olan Hüseyin İbni Əli əleyhissalamın ürək ağrıları və sözləri bunlar yalnız Hüseyin İbni Əli əleyhissalamın deyil, bütün peyğəmbərlərin, imamların və
ilahi evliyaların ürək sözləridir. Bunlar Həzrəti İbrahim əleyhissalamın, Həzrəti Musa əleyhissalamın, Həzrəti İsa əleyhissalamın və Peyğəmbərlərin zinəti və sonuncu Muhammed sallallahu aleyhi və səlləmin, Əmir-el-Müminin əleyhissalamın və İmam-ı Müstəba əleyhissalamın və digər imamların və məsum rəhbərlərin sözləri idi. Bu xutbəyə əməli cavab. Bu xutbə və bu kəlamlar ənbiyanın, əvliyanın və hidayət imamlarının sözü olduğu kimi, bu sözə əməli cavab da ilkin olaraq Peyğəmbərlər və imamlar tərəfindən verilmişdir. Bu həyat verici çağırışa tarix boyu haray verən Peyğəmbərlər və imamlar olmuşlar. Bəli, onlar həm çağıran, həm də haray verən idilər, həm söyləyən, həm də eşidən idilər, həm nərə çəkirdilər, döyüşə ruhlandırırdılar, həm də hərəkət edirdilər, həm dəvət etdilər, həm də qəbul etdilər. Yəni, hər bir işi əvvəl onlar özləri edirdilər, öz vərlərinə müsbət cavab vermək yolunda o qədər müqavimət göstərdilər ki, qollarını açıb, odun alığın içinə girərək odu qucaqlanmağı qəbul etdilər. Lakin sonda dinsiz nəmrudçulara üstün gəldilər və təvhidin, təkallahlığın əsasını qoydular. Öz amalları uğrunda o qədər səbr etdilər ki, sonda düşməni dərya dalğalarının içinə göndərdilər və bütün bir milləti köləlikdən, alçaqlıqdan xilas etdilər. Öz əhdlərinə o qədər sadiq qaldılar ki, sonda onların kəsik başı təştin içində, düşmən qarşısında, Allah lənət eləmiş Yezid Pəlid məlunun qarşısında qanın qılınca qalib gəlməsi şüarını uzatdı. Hüseyin İbni Əli əleyhissalamın və tərəfdarlarının cavabı. Bu şərafətli xutbənin məzmunu o məclisdəkilər və eşidənlər üçün Hüseyin İbni Əli əleyhissalamın qiyamının gələcəyini təsvir edir. Xutbə o Həzrətin gələcəkdəki əməli əmr və məruf etməsindən xəbər verir və eşidənləri bu qiyama hazırlıq və həmkarlıq etməyə səsləyir. Lakin xutbənin sonunda bu tarixi hərəkata açıq aydın toxunur. İlahi, şəksiz, sən bilirsən, bizdən baş verənlər, yəni Bəni Üməyyənin əleyhinə başladığımız mübarizə, siyasi qüdrətə malik olmaq və ya artıq sərvət və nemət toplamaq üçün bir rəqabət deyil. Bütün bunlar sənin dininin parlaq əsaslarını və dəyərlərini nümayiş etdirmək, İslami ölkədə islahatlar əmələ gətirmək üçündür. Buna görə də siz, ey din alimləri, əgər bizə kömək etməsəniz, ədaləti bərpa etməkdə bizimlə yekdil olmasanız, zalimlar sizin qarşınızda daha çox qüdrətə malik olacaq, nübüvvətin parlaq məşəlini söndürməyə daha da fəallaşacaqlar. Hüseyin İbni Əli əleyhissalamın xutbədə bəyan etdiyi məqsəd ondan 3 il sonra Mədinədən hərəkət edən zaman öz tarixi vəsiyyətnaməsində buyurduğu ilə eyni mənanı daşıyır. Mənim Mədinədən çıxmağım nə xudpəsəndlik, yəni özünü istəmək, nə xoşgüzaran keçirmək, nə fitnə, fəsad, nə də zülm etmək üçündür. Mənim bu səfərdə məqsədim yaxşılığa əmr etmək, pislikdən çəkindirmək və ümmətin işlərini islah etmək üçündür. Hidayət imamlarının ardıcılları olan alimlər və ruhanilər də tarix boyu bu yolla addımlamış, İslamı və Qur'anı dirçəltmək üçün təkcə şəhidi əvvəl, şəhidi sani, şəhidi salis deyil, şühəda-ul fəzilə kimi əzəmətli şəhidlər cərgəsi yaratmışlar. Adları tarixə zinət verən minlərlə şəhid və İlliyin kitabında adını oxumaq mümkün olan itkin, adsız şəhidlər. Kitabın sənəd və mənbələrinə dair
bir neçə qeyd bu yazıları, yəni dediyimiz sözlər Şiə və Sünni kitablarından ən etibarlı birinci dərəcəli mənbələrdən ələ gətirilmişdir. Bu kitabda istifadə etdiyimiz mənbələrdən biri 230-cu Hicri ilində vəfat etmiş İbn Sədin Təbəqat kitabıdır. Bu kitab birinci dərəcəli mənbələrdən hesab olunur. Bugünkü söhbət burada tamamlanır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.